Herkese selam. Gedirik gezmeye. Sabirabad'a gedirik. Selam dostlar, necəsiz? Bu istidə uzun qol bir kombin eləyib. Zeynəbdir. Düşməz, narahat olma. Dostlar, indi Sabirabad'a gəldik, çatdıq. Mənim canım həyatımdayım. Həyatımda bu boyda tutum var. Yarısını göstərəmirəm. Bu boyda tutum var və mən indi onu yeyirəm. Tutum boyuna bax, ən balacası hələ bu boydadır. Ən böyüyünü təxmin edin, böyüyün. Çox tatlıdır. Məni tanıyanlar küçükler yemək istəyənlər Sabirabad'a gələ bilər. Ham yapılsızdır. Sabirabad'a zəhmət olmasa gəlin. Gəlinlər. Bax, Bura çox tatlıdır. Boyun görürsünüz. sən. Önce en şirin meyve uzanır. Aha, en şirin meyve. Zahmet olmasa. En şirin meyve budur. Bizim olmasa da əmim gülüm ağacından yararlanıram. Yetişib. Həyatımızı sizə göstərmək istəyirəm. Geç qızım. Mən keçim. Aa, tərs atdım ya qapını, hə? Evet. Eyb yox, geç. Qapıda qapılıq qalmamış bu arada. Gəl. Bizim burada ağaclarımız var. Öncə kim qaçsın? Dəymə, qoy güllərimizi göstərim. Güllərimizi göstərəcəm sizə öncə. Şöyle nar ağacımıza bakar mısınız? Ay buna bakın. Çok güzel değil mi? Bir de benim bu gülme bakın. Çok güzel değil mi? Çok güzeldiler. İndi bu da vişne ağacıdır. Üstünde var ama balacadır. Ve burada başka da gülümüz var. Gül ağacı deyəcəm. İndi keçirəm bir dənə sizə bir. Bu bizim tut ağacımızdır. O kadar budaqları uzanıb, nazik uzanıb ki, əyilib belənçinə sınmaq dərəcəsində adamın heyfi gəlir. Və üstündəki tutları indi göstərəcəm sizə nə boydadır. Böyük tut. Bu xar tutdu. Ağın xar tutu da. Yəni çox böyükdür. Və çox şipşirindir. Yəni vay. Zeynəbin ağzına belə güclə sığdı da, düşünün. Baxın nə boydadır. Və inanın bal kimi. Mən ağ tut yeyən deyiləm. Bu çox şirindir. Bal kimidir. Yəni bütün tutları unudunda bal kimidir, bal. Mən həqiqətən tut yeyən deyiləm, tut sevən deyiləm. Ağ tut heç sevmirəm. Amma bu tut, düşünün də nə boydadır. Ağac zad batar ayağıma. Gedək gilaslara baxmağa. İndi düşünün ki, bunun altından keçməliyəm. Heç sevmirəm belə şeyləri. Çox şey olub da budaqları. Çox sallanır. Bu bizim gilas ağacımızdır. Və bizim keçən il mən bunun üstündən pişirmişdim də mürəbbə. Amma bu il balacadır. İndi bəlkə də yetişəcək, yekələcək bilmirəm. Hələ ki balacadır. Çox qəşəngdir. Bura bütün sıx ağaclıqdır bizim həyatda bu hissə. Və gilasın üstünə baxın, doludur. Ancaq şeydir, yetişməyib hələ. Yeməli deyil. Yəni yaşıldır daha, hələ saralmayıb, yəni bildiyiniz yaşıl. Bu armud ağacıdır. Ancaq yoxdur üstündə, çünki xəstələnib. Bütün budaqların xəstəliyi vurub. Bunun üstündə
balaca yumru armudlar olur, qəşəng maraqlı. Xırda yumru. Cənnət almasına bənzər viddir, amma yəni normal armuddur da, meşə armududur, nədir bilmirəm. Bu alça ağacıdır. Bu armud ağacıdır, üstündə bitmir. Bu alça ağacıdır, bu da xəstələnib hər halda, üstündə heç nə yoxdur. Heç bir şey yoxdur. Aa, var tapdım. Baxın. Bu almadır. Aa, baxın alma. Burada alma ağacı var balaca. Mən bunu görməmişəm. Bu yeni bitib yəqin. Bu isə alçadır. Amma bu da yetişməyib hələ. Baxın. Çox az var üstündə. Əvvəl çox idi. Burada alma ağacı bitibmiş. Mən bunu indi gör. Sonra bizim burada bir dənə cavalı ağacımız var idi. Gördüyünüz kimi qupquru quruyub. Artıq bitmir. Bu vişnə ağacımızdır. Bunun üstündən tonlarla vişnə çıxardı. Amma artıq yaşlanıb bu da. Hiss olunur ki, üstündə keçən il yaxşı yox idi. Yəni üstündə beləncə quruyub yapışıb qalırdı hamısı üstünə. Bu isə armud ağacımızdır. Üstündə armud var, göstərim sizə. Bunun armudu, bu da yaxşı bitməyib. Üstündə demək olar bir şey yoxdur, qocalıb. Bunun üstündəki armudun biri, nə bilim, bir yarım kilo, 1 kilo olurdu. Elə bir ağac idi. Ağaclar yaşlanır, ola bilsin ki, ona görə az bitir üstlərində. Yerləri darlaşır, çünki yer balacadır, ağac çoxdur, burada sıxlıqdır. Ola bilsin ki, ona görə üstləri zəifləyir belə. Hazırda ən çox üstü, yəni dolu olan bu tutdu. Göstərmək istədiyim şeyi göstərə bilmirəmmi? Nə balaca görsənir? Hal-hazırda yəni ən çox olan şey tutdu. Böyüklüyünə baxın, tutun.